Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi və ashabihi ecma'in. Əmmə ba'd. Əziz qardaşlar, günümüzdə yayılan qlobal məsələlərdən birini danışmaq istəyirəm. Biri haqqında müzakirə etmək istəyirəm sizlərlə bərabər. Subhanallah, insan gərək həmişə fikirləşsin ki, hər hansı bir işi görəndə, hər hansı bir sözü danışanda ola bilsin ki, insan bu cürə dünyasını dəyişər gedər və onun danışdıqları əsər olaraq qalar və onun etdikləri əməllər əsər olaraq insanların zehinlərində və yaxud insanların həyatında davam edər, subhanallah. Sonra Allah qorusun, bu çox təhlükəli bir haldır. Həqiqətən təhlükəli bir haldır ki, insan bu cürə əsər qoyub getməsi. Yadıma gəlir bir günləri Şeyx Məşhur Həfizahullahın dərslərinin birində özüm bu məsələni, bu qıssanı, bu hadisəni özüm qulaqlarımla eşitmişəm. İbrətamiz bir məsələdir. Hansı ki, Şeyx Məşhurun başına gəlmişdi. Həfizahullah. Şeyx buyurur ki, bir günləri deyir, ümrə ziyarəti üçün və yaxud da həcc ziyarəti üçün Məkkə şəhərinə getmişdim. Və bir günləri, həmin o getdiyim günlərin birində yaxın dostlardan, yaxın qardaşlardan bəziləri gəlib dedi ki, ey şeyximiz, bir nəfər var Afrika ölkələrinin birindən səninlə danışmaq istəyir. Səninlə təkfir məsələləri haqqında niqaş etmək istəyir. Münazara etmək istəyir. Subhanallah. Şeyx Məşhur deyir ki, mən buna razılıq verdim. Dedim ki, mən hazıram, yəni bir mənada gəlsin söhbət eləməyə. Şeyx Məşhur Həfizahullah deyir ki, həmin o adam gəldi və ətrafında da bir neçə insanlar var idi. Və bu Afrikada tanınmış birisiymiş, subhanallah. Məşhur birisiymiş. Söhbət əsnasında mənə bəlli oldu ki, şeyx deyir ki, söhbət əsnasında mənə bəlli oldu ki, bu insan, yəni qulat təkvirçilərdən, subhanallah. Qulat, yəni bir mənada özündən başqa hamını təkvir edir, Allah qorusun. Şeyx Məşhur deyir ki, Həfizahullah, 5 saatdan deyir, artıq deyir, bununla söhbət elədim. Bir məsələni deyim burada. Yəni, şeyxi mən xüsusi olaraq Allahın izni ilə yaxından tanıdığım üçün bilirəm ki, şeyx üçün 5 saat bilirsiniz nə deməkdir? 5 saat sanki 50 il onunla söhbət edib. Şeyx vaxtının qədrini bu qədər bilir. Bu qədər vaxtının qədrini bilir və bu qədər vaxtına əhəmiyyət verir. Onun üçün 5 dəqiqə də əslində böyük bir vaxt. Nəinki 5 saat, subhanallah. Şübhəsiz ki, orada hiss edib ki, Allahın izni ilə orada bir xeyr olar. Və bu xeyri əldən qaçırmamaq üçün deyib ki, fürsətdir, danışın bununla. Nəhayət ki, deyir ki, bununla danışdım, deyir, 5 saat, 6 saat. Və deyir, çalışırdım ki, fikir verin, burada bir incə məqam var. Çalışırdım ki, deyir, onun deyir, fikirlərini, gətirdiyi fikirləri, deyir, hamısını cavablandıram. Və deyir ki, onu deyir, razılaşdırırdım, deyir. Dediklərimlə razılaşdırırdım. Yəni, bir mənada fikirlər gətirirdi, şübhələr gətirirdi. Bilirsiniz, onlarda şübhələr nə qədərdir, Allah qorusun. Və deyir, bu şübhələrin hamısının cavabını kitab, sünnət və icma ilə deyir, hamısını cavablandırırdım, deyir, dəlillərlə. Və bu da deyir, nədir? Əqnə olur, deyir. Razılaşırdı, subhanallah. Razılaşırdı və deyir, mənə də heç nə demirdi. Deyir ki, bəs buna deyir, nə deyirsən, bunun cavabını verirdi. Subhanallah, fikir verin, o məsələlərin ilacı elmdədir. Elə oldu ki, deyir, biz aralaşdıq, deyir, o özünün ölkəsinə getdi, mən qayıtdım, deyir, Urduna. Üstündən, deyir, bir neçə vaxtlar keçdi, deyir, subhanallah. Sonra, deyir, yenə, deyir, qardaşlardan mənə dedilər ki, yadına gəlirmi, şeyx, biz Kəbədə olarkən sən bir nəfərlə danışdın. Həmin o insan, həmin o adam, yəni Afrika televiziyası ilə rəsmi şəkildə gəlib səninlə görüş etmək istəyir yenidən. Mən dedim ki, buyursun gəlsin. Şeyx Məşhur deyir ki, buyursun gəlsin. Sən demə, bu gəlişi başqa cür gəlişiymiş. Yəni, başqa şey üçün gəlmək istəyirmiş. Subhanallah. Deyir ki, özü ilə cəmaat və nədir? O cəmaatın Afrikalılardan olan bir neçə rəsmi şəkildə insanlar, çünki məşhur birisi idi orada, deyir. Bu cürə gəldi, deyir, mənim kitabxanama. Dedi ki, mən gəlmişəm ki, ey şeyx, tövbəmi elan etməyə. Allahu akbar. Allaha tövbə etmək üçün gəlmişəm və bunu elan etmək istəyirəm.
Dərsin önündə özüm bilərəkdən orada bir məsələni xatırlatdım ki, insan gərək çalışıb əsər qoymasın. Şeyx deyir ki, tövbəsini elan etdi, çəkiliş də gedir deyir, əməlli başlı. Və Allaha tövbə etdi, insanların da qarşısında dedi ki, mən bu batıl fikrimlə Allaha tövbə etmişəm, etiraf edirəm, elan edirəm. Şeyx deyir ki, orada bir şey xoşuma gəldi ki, bunun bu cürə etməsi. Yəni soruşduqda ki, nəyə görə bu cürə edirsən? Dedi ki, bəs qorxuram ki, hansı ki o izlər buraxmışam, bəzi insanların qəlblərində şübhələr yaratmışam, subhanallah. Hamıya bəyan olsun, hamı rəsmi şəkildə görsün ki, bu insan neynədir? Filankəs tövbəsini elan etdi. Yəni filankəs bu əməlindən peşman oldu, döndü bu əməlindən. Bu səbəbdən dolayı mən istədim ki, rəsmi şəkildə hamı bilsin. Sonra subhanallah, daha ən yaxşı məqamı, daha ən yaxşı maraqlı bir məqam orada olub. Şeyx deyir ki, mənə dedi ki, ey şeyximiz, mənə müəyyən bir yollar göstərdi. Bəzi təvcühatlar elə ki, mən getdikdən sonra, döndükdən sonra başlayayım elm öyrənməyə. Artıq Allah subhanət onun qəlbinə hidayət verib, əlhamdülillah, elmə yönəldib. Şeyx buyurur ki, həfizəhullah, mən də deyir ona bəzi məsləhətlər etdim ki, bu cür elə. Subhanallah deyir, az bir illər içərisində bu o qədər məşhurlaşdı ki, deyir, o qədər elm öyrəndi ki, deyir, o qədər elmə bir nail oldu ki, yəni yüksək şəkildə deyir, gecə gündüz oxuyur deyir. Mən də deyir, mutabiə eləyirdim deyir, həmişə deyir, izləyirdim deyir. Sonra deyir, məqam gəlib o yerə çatdı ki, Afrikada buna kiçik Albani deyirdilər deyir, subhanallah. Fikir versəydiniz Allah, ona deyir, kiçik Albani deyirdilər. Allah onu deyir, nə qədər uzaqlı deyir. Sonra da onun ölümü də yaxşı bir ölümlə, yaxşı bir son bir gözəl bir husnul xatimə Allah Subhanahu taala nəsib eləmişdi. Elm məclisindən çıxanda, İmam Buxarinin şərhindən çıxanda dünyasını dəyişmişdi, rəhmətullah aleyh. Allah günahlarını bağışlasın, əmin. Yəni demək istədiyim, barakallahu fikum, danışmaq istədiyim məsələ odur ki, istərsə təkfir məsələləri, istərsə digər məsələlər, hər hansı bir bidətlər, hansı bir günahlar, insan gərək çalışsın, Allahdan qorxsun ki, əsər buraxmasın. Özündən sonra əsər buraxmasın. Sən ola bilsin ki, dünyanı dəyişdin, getdin, amma sən neçə insanları zəhərləmirsən, neçə insanların qəlbinə batil şübhələr salmışsan, subhanallah. Bax, buna görə də insanların əvəzindən də Allaha cavab verəcəksin. Ona görə insan gərək çalışsın ki, müsəlman Allahdan qorxsun. Hər hansı bir məsələlər varsa, onu elmlə çözsün. Fikir verdiniz, subhanallah, orada onun ilacı nəymiş? Onun ilacı şərii dəlillər, şərii elm, elmi mustavada. Allah subhanahu teala hamımızı islah eləsin, bütün müsəlmanları bağışlasın, yardım etsin, mərhəmət etsin. Allah subhanahu teala bizi şübhədən və şübhə əhlindən qorusun. Həqiqətən gərək insan dinini qorusun. İnsan gərək dinini qorusun. Həmişə eşidirsiniz ki, elm tələbələrinin dərslərində ki, barakallahu fikum, yəni hər hansı birimizin, belə deyək, dünyavi bir məsələmiz olanda ən yaxşı tabib axtarırıq, ən yaxşı bənna axtarırıq, ən yaxşı usta axtarırıq, düzdür? Bunlar dünya məsələlər bu cür dünyamız üçün, bəs axirətimiz üçün. Axirətimiz üçün ən yaxşı olanı axtarmalıyıq. Elmi şəkildə. Allahdan dilərəm, Allah bizə faydalı elm öyrənməyi nəsib etsin. Subhanakallahumma bihamdik. Əşhədu en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.